Şəkidə 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb. Gecə saat 2 radələrində rayonun Bideyiz kəndində kənd sakini 85 yaşlı Əli Saatoğlu Xasiyevə məxsus ümumi sahəsi 100 kvadrat metr olan kürsülü bir mərtəbəli 2 otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Xasiyevin yanmış meyiti aşkar olunub. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb olunub. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Gecə radələri idi. Saat 2-3 arasında qonşu çölə çıxar, hamı yatan vaxt idi. Görək ki, ev yanır. Gəldik görürük ki, ev təmiz, hər tərəfdən alov tutdu. Heç cürə yəni içəri girməyə imkan olmadı ki, götürək. Qocalar niyə zəng vurduq? Sağ olsunlar, gəldilər, söndürdülər. Tək yaşayırdı, həm siqaret çəkən idi, həm qaz yüksək olub həmən axşam. Qazdan da nəsə ola bilər. Ehtimallar bunlardır.